Hər kəs sülhün çox yaxında baş tutacağını düşündüyü bir zamanda Ermənistan tərəfdən törədilən bu kimi təxribatlar rəsmi İrəvana etimadsızlığı artırır. Onsuz da bu ölkə ilə münasibətlərin qurulması üçün etimad mühitinin yaranmasına Azərbaycan tərəfi müxtəlif görüş, tədbirlərlə cəhd eləyir. Ancaq hər dəfə razılaşdırılmış məsələyə razılıq verəndən sonra İrəvan hakimiyyəti prosesin pozulması istiqamətində addımlar atır. Vəziyyəti fərqli istiqamətə yönəltməyə çalışır. Ermənistan sülhdən danışa-danışa Azərbaycanla sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başlayıb. Ermənistan sülhdən danışa-danışa xüsusilə Fransadan, Hindistandan və digər ölkələrdən hücum xarakterli silahlar alır, öldürücü, dağıdıcı silahlar alır və yenə də sülhdən danışır. Əslində isə biz bütün bu proseslərin arxasında hansı həqiqətin gizləndiyinin fərqindəyik. Ermənistan qətiyyən sülh müqaviləsi imzalamaq istəmir. Sülh müqaviləsi imzalamağa Ermənistan siyasi rəhbərliyi qorxur, çəkinir. Məsələ də ondadır ki, Ermənistan gələn illəri 2026-cı ildə parlament seçkilərinə hazırlaşır. Və Ermənistanda bu yaz-yay mövsümündə yenidən revanşistlərin baş qaldıracağı və Paşinyana qarşı küçə etirazlarının başlanacağı, Paşinyanın istefası tələblərinin artacağı proqnozlaşdırılır. Və nəzərə alsaq ki, həm də Paşinyanın əsas ənənəvi dostlarından biri olan Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə deyil. Nəzərə alsaq ki, Biden administrasiyası Paşinyanı həmişə müdafiə eləyirdi, hər zaman müdafiə eləyirdi, daha o yoxdur. Nəzərə alsaq ki, USAID deyilən Birləşmiş Ştatların Beynəlxalq Yardım Fondu Ermənistana gecə-gündüz enlə uzununa yardımlar ayırırdı, vəsaitlər ayırırdı, daha o da yoxdur. Və belə olan vəziyyətdə deməli Paşinyanın mövqeləri zəifləmiş olur və revanşistlər bu halda Paşinyanı yıxmaları üçün daha yaxşı şəraitin əldə etdiklərinin fərqində varırlar və bu vəziyyət Paşinyanı çox ehtiyatlı olmağa vadar edir. Bir yandan o fərqindədir ki, Birləşmiş Ştatlardakı yeni administrasiya, Trump administrasiyası sülh istəyir və o həm də tarixə sülhpərvər bir prezident kimi daxil olmaq istəyir. Deməli, Paşinyanın müharibə ilə bağlı planları tamamilə Trump'ın siyasətinə ziddir. Və bütün bu reallıqlar fonunda o sülhdən danışmağa məcbur və məhkumdur. Amma eyni zamanda o sülh müqaviləsi imzalamaq da istəmir. O necə sülhə hazırdır ki, Zəngəzur dəhlizi ilə bağlı heç bir real addım atmaq istəmir. O necə sülhə hazırdır ki, ATƏT Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın haqlı tələblərinə hələ də lazımi səviyyədə müsbət reaksiya vermir və heç bir addım atmır. O necə sülhə hazırdır ki, bu günləri ölkəsinin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialar var və bu gün də o davam etməkdədir. Belə sülh mü olur? Belə sülh istəyi mi olur? Buna heç kim inanmaz. Ona görə də Azərbaycan prezidenti Cənab İlham Əliyev haqlı olaraq söyləyir ki, bugün Ermənistana olan etimadımız sıfır səviyyəsindədir. Çünki o heç bir real addımlarla müşahidə olunmur. Ermənistanın rəhbərliyi boş-boş, mənasız siyasi bəyanatlar verir və müsbət, real heç bir addım atmır. Bizə isə söz yox, əməl lazımdır. Ermənistan saxtakarlıq etməklə sülh sazişi, normallaşmaya yanaşmasının saxtalığını nümayiş etdirir.